Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaran olaraq iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, iş axtarışınızda dəstək verə bilərəm. Yoldaşlar, bugün 26 aprel 2025 tarixidir və mən sizin üçün son 24 saatın belə deyim, xadimə qabiyan işlərini sadalayacağam, Allah qoysa. Amma bu demək deyil ki, xadimə qabiyan işləri ancaq bundan ibarətdir. Digər xadimə qabiyan işləri, təmizlikçi işlərinə də tanış olmaq üçün, yəni dünənin, o biri günün iş elanlarına da tanış olmaq üçün və yaxud da növbəti günlərində bu tipli işdə elanlarla tanış olmaq üçün videonun üzərində əlaqə vasitəsi qeyd olunubdur. Həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz ki, məhz bu tipli işlərin paylaşıldığı xüsusi qrupdan sizin də xəbəriniz olsun ki, orada paylaşılanda bu tipli iş elanları siz də onlardan məlumatlı ola biləsiniz. Gəldikdə isə bugün mən sizə 2 dənəsindən bəhs eləmək istəyirəm. Bunlardan biri print shopdadır xadimə işi. Bu 500-600 manat verir yoldaşlar. 8 noyabr metro stansiyasının yaxınlığındadır. 40-55 yaşlı xanımlar üçündür. 40-55 yaşlı xanımlar üçündür. Ciddi bir şey tələb eləmir. Mətbəx və sanitar qovşağın təmizliyi ilə məşğul olacaqsınız. Başqa bir qabiyan işi var. Bu isə Zirins Group şirkətindədir yoldaşlar. Bu isə 400-500 manat verir. Bu isə 20-50 yaşlı xanımlar üçündür. Bu qeyd edim ki, İçərişəhər metrosu tərəfdədir. 500 manatdır əmək haqqısı. 6 günlük iş rejiminə malikdir, 8 saatdır. Bir restoran lazımdır yoldaşlar. Bu qədər. Sağ olun, salamat qalın.